Uşaqlar salam. Yeni bir izahla davam edirik. Bugün sizlərə kadr məsələlərini, məhlul məsələlərini həll eləmə yolları haqqında danışacağam. Uzatmaq istəmirəm. Bundan əvvəlki dərsdə vektorlar haqqında danışmışdım. Kadr məsələləri çətin gələ bilər, məhlul məsələləri çətin gələ bilər, amma yolların, həll üsullarını biləndən sonra həqiqətən deyirəm, çox asan və sadədir. Deməli uşaqlar, danışırıq kadr məsələləri haqqında. Kadr məsələləri haqqında danışırıqsa, 3 əsas şeyə diqqət etməliyik. Bir, düsturu bilmək lazımdır ki, bu düstur S bərabərdir VT-dir. Yol düsturu, yəni S bərabərdir VT, burada V sürəti T zamandır, S yoldur. Daha sonra nəqliyyatın, yəni burada ən çox bizə kater verilə bilər və bəzən də motorlu qayıq verilə bilir. Nəqliyyatın istiqaməti, yəni bu çayın istiqamətin də gedir, yoxsa istiqamətin əksinə gedir. Bir iki istiqamətdə gedərsə biz sürətləri toplayırıq, əksinə gedərsə çıxırıq. Üçüncü ən diqqət eləməli olacağımız məqam verilmiş şərtdir. Yəni şərtə mütləq diqqətlə baxmalıyıq. Ki şərtdə bəzən göl verə bilər, durğun su verə bilər və sal verə bilər. Bunlar haqqında danışım. Sal verirsə, salın sürəti yoxdur. Sal dediyimiz şey, yəni motorlu olmayan qayıqdır. Bunun sürəti çayın sürətidir ki, bu həmişə çayın istiqamətində gedir və salın sürəti çayın sürətidir. Digər tərəfdən durğun su və göl verilə bilər. Deyər ki, kater bu qədər məsafəni çayla gedib, amma daha sonra bu qədər saatı da durğun suda, göldə gedib. Əgər durğun su və göl haqqında göl veribsə bizə, burada artıq katerin öz sürəti olacaq. Yəni çayda normal olaraq çayın istiqamətində getsə toplayırdıq, əksinə gedirsə çıxırdıq. Amma göl və durğun suda təkcə katerin öz sürəti olacaq. Bu şərtlərə diqqət edəndən sonra həqiqətən deyirəm ki, yəni kater məsələlərini həll eləmək çox asandır. İndi burada nümunələr var. Gəlin topludan məsələn nümunələrə baxaq. Mən açıb hazır qoymuşam. Burada məsələn sual var. Deyir ki, eyni vaxtda iki körpüdən qarşı-qarşıya kater və sal yola düşdü. Katerin sürəti qoyun biraz yaxınlaşdırım. Katerin və sal yola düşdü. Kater 30 km getdikdən sonra bir körpüyə çatdı. Deməli uşaqlar, həmişə kater məsələləri olur, məhlul məsələlər olur. Ümumiyyətlə məsələləri həll edəndə şərti parçalayın. Yəni şərti özünüzə asanlaşdırın. Məsələn, burada mənə nə verib? 2 dənə körpü verib və qarşı-qarşıya verib. Bunu mütləq bilmək lazımdır. Bir də kater və sal verib və sal verib. Sal veribsə, dedik ki, sal varsa sürət nədir? Çayın öz sürətidir. Deməli, sal katerin əksi istiqamətində gedə bilməz. Üzr istəyirəm, sal çayın əksi istiqamətində gedə bilməz, çayın istiqamətində getməlidir. Və bunlar qarşı-qarşıya çıxır. Məsələn, buradan bir dənə nöqtə qeyd edək, buradan bir dənə nöqtə qeyd edək. Qoyaq, buradan kater olsun, buradan da sal olsun. Sal buradan çıxıbsa, salın sürəti çayın sürətidir. Və deyir ki, bizə kater 30 km gedir. 30 km gedirsə və o biri körpüyə çatır. Deməli, bunlar arasındakı məsafə 30-dur. Okey, bunu bildik. Sonra deyir ki, geriyə 20 km gedərək sala çatır. Ümumilikdə 50 km gedir, amma bizə əsas o lazım deyil. Bizə əsas olan, biz burada zamanla gedəcəyik. Yəni, S bərabərdir VT-dən, T bərabərdir S böl V-ni tapacağıq. S böl V. Bu ilə hesablayacaq biz məsələni, bu qayda ilə. İndi diqqət olunası ikinci məqam nədir? Deyir ki, geriyə 20 km gedərək sala çatdı və burada diqqət edəcəyimiz məqam budur. Baxın, deməli sal bizə 20 km gedib. Kater 30 gəlib, gələndən sonra o birisi körpüyə çatıb və geriyə qayıdıb. Geriyə qayıdıbsa, deməli sal bizə sala çatıbsa, sal bizə 20 km gedib. Və dedik ki, artıq burada salın sürəti deyirsə, söhbət şeydən gedir. Sal deyirsə, söhbət çayın sürətindən gedir. İndi gəlin salın ümumi zamanını tapaq. 4 km çayın sürəti idi. T bərabərdə S böl V-dən zamanı tapanda T bərabərdir 5. Sal ümumi 5 saata gəlib o 20 km məsafəni qət edir. İndi deyək ki, bu 20 bizə nə şey vardı? Yəni 20 bizdə buradan nə rol oynayacaq? Deməli biz burada şey qurmalıyıq. Tənlik qurmalıyıq. Tənlikdən katerin sürətini tapacağıq və həmişə diqqət edin. Məsələn, diqqətsizlik eləyib şərti düzgün oxumasınız. Bizə deyir ki, burada katerin axınla sürətini tapın. Katerin axınla sürətini tapmaq üçün bilirik ki, sürətləri toplayırıq. Amma birinci bizə katerin sürəti lazımdır. Gəlirik bura. Zamanı tapdıq 5. O yadımızdadır. İndi tənlik qururuq. T bərabərdə S böl V idi. Onu bilirdik. İndi biz burada yazırıq. Kater birinci 30 km gedib. Amma bu 30 km necə gedib? Çayın əksi istiqamətdə gedib. Çünki çay sal istiqamətində axır da və kater çayın əksi istiqamətində gəlir. Ona görə buraya yazıram bir dənə 30. Məxrəcə yazıram ki, katerin sürəti, yəni V kater. Əksinə getdiyinə görə demişdik ki, nə edirik? Sürəti çıxırıq 4. Üstə gəlirik.
biraz səliqəsiz düşür. Kompüterdə biraz tam öyrəşməmişim yazmağa. Ona görə üzr hesab edərsiniz. İndi bu 20 kilometr isə bax bura gəldi, bu nöqtəyə çatdı bu körpüyə. Buranın əksi istiqamətdə gəlir. Üzr istəyirəm. Artıq çayın istiqamətində gedir. Ona görə də burada yazıram bir 20. Aşağıda yazıram VKTR. Üstə gəlsin 4. Bərabərdir 5. 5 nədir? 5 hardan çıxdı? Bu 5. İkisi də eyni vaxtda çıxıb. Baxın, şərtdə bizə deyir ki, iki körpü də eyni vaxtda yola düşürlər. Eyni vaxtda yola düşübsə, kater gedir 30 kilometr, təzədən dala qayıdıb, sala çatırsa, deməli bu da 5 saat sərf edir bu ümumi yola. Bunu 5-ə bərabər eləyəndən sonra katerin sürətini buradan indi həll eləsəz, mən burada həll edib vaxt almaq istəmirəm. Katerin sürəti 12 çıxacaq. Katerin sürəti 12 çıxandan sonra bizdə nə deyir ki, şərtdə deyir ki, axınla sürətini tapın. Axınla sürətini tapmaq üçün 12-nin üstünə 4-ü gələcəm, cavabımız eləyəcək 16 B bəndi. Gördüyünüz kimi çox sadə, asan bir, necə deyim, yəni sualda. Yəni, burada bilmirəm niyə çətinlik çəkirlər bu kater məsələlərində falan, amma çətinlik çəkməyə dəyməz. Sadə, asan, necə deyim, məsələlərdir ki, həll yolunu biləndən sonra həll eləmək çox asan olur. İndi danışırıq nə haqqında? Digər bir suala baxaq. Məsələn, 40-cı sualda deyir ki, kater 15 km çay axını ilə 4 km göldə gedərək bütün yolu 1 saat vaxt sərf edir. Çayın axını sürəti hər yerdə 4 alırsa, katerin çayın axın ilə sürəti neçə kilometr saat olar? Uşaqlar, yenə eyni qayda. Yuxarıda 3 şərt haqqında danışmışdım. Birincisi düstur idi. O düstur S bərabərdir VT-dir. T bilirik ki, zamandır. T-nin düsturunu tapmaq üçün biz bilirik ki, yolu S-i bölməliyik nəyə? Sürətə. İndi nəyi qururuq? İkinci diqqət edəcəyimiz məqam. Baxın, kater çayın axını ilə gedib. Axınla gedirsə sürət toplayacaq. Normal bir şeydir. Amma gəlib bura baxsam, yazılıb ki, 4 kilometr göldə gedib. Göldə dedik ki, katerin öz sürəti olur. Yəni çayın sürətinin falan üstünə gəlmir də. Yəni bu öz sürəti ilə gedir göldə. Yazıram ki, 15 bölünsün kater çayın axını ilə. Bizə deyir ki, birinci katerin sürətini tapmaq. Çayın axımı sürəti yenə hər yerdə 4-dür. Və kater üstə gəlsin 4. Yazırıq bunu. Təzədən üstünə gəlirəm nəyi? Ümumi sərf elədiyi zaman deyil. Bütün yola 1 saat sərf edib. Bir də burada diqqət edin. Məsələn, kilometr böl saatla verib deyilən saatı falan çevirməyə ehtiyac yoxdur. İndi topluda o çox da olmasa, fizikada falan o çevirmələri yəqin ki, bilirik. Zamanı kilometr, metrə falan çevirmək istəyirlər. Burada bəzən ola bilər, çox demirəm. Bəzən ola bilər ki, bu çevirmələri burada da həyata keçirə bilərsiniz. Deməli, 15 kilometr gedib. Sonra deyir ki, 4 kilometr göldə gedib. 4 kilometr, 4 də buraya yazırıq. Kilometr, bir də nə yazırıq? Bura katerin sürəti. Bunlar ümumi nəyə bərabərdir? 1-ə bərabərdir. Tənliyi qurdum. İndi bu tənliyə əsasən katerin sürətini tapmalısınız. Katerin sürətini tapandan sonra da o katerin tapdığınız sürətin nə etməlisiniz? Üzərinə katerin çayın axını üzərinə 4-ü gəlmək lazımdır. Yəni bizdən elə bilin ki, baxın bu məxrəci istəyir. Axın istiqamətində şey istəyir. Sürətin. Yəni gördüyünüz kimi sadə. İndi baxaq məsələn başqa bir sual nümunəsinə də. Kater məsələləri çətinlik çəkilən bir məsələlərdir, amma həll yolu deyim ki, asandır. Sadəcə biraz diqqətli olmaq lazımdır. Yenə eyni qaydada göldə gedib 41-ci sualda eynidir. Görək burada fərqli bir tapacağımız bir şey varmı? Uşaqlar, kater məsələlərindən bu eskalator məsələləri üzr istəyirəm, eyni şeydir. Orada da istiqamətin əksi var. Verəcəyimiz düsturda S bərabərdir VT-dir. Yəni eyni qaydada onu da o şəkildə yazırıq. Daha sonra burada baxım görüm kater məsələlərindən daha çox verilib. Baxın 67-yə baxaq. Deyir ki, çayın axını ilə 40. Axına qarşı 18 km. Buna 7 saat vaxt sərf elədi. Çayın axma sürəti hər yerdə 2 olarsa qayığın durğun sudakı sürətini tapın. Durğun sudakı sürəti deyirsə biz elə VKT-nin sürətini tapmalıyıq. Birinci diqqət edəcəyimiz məqam budur. Durğun su sizi çaşdırır bilmirsinizlər. Durğun su nədir? Adından da göründüyü kimi göl. Göl durğun sudur. Tənlik qurmaqla həll edin. Okay. İndi baxırıq yenə nəyə? Uşaqlar. Deyir ki, qayıq çayın axını ilə 40 getdi. Ümumi, yəni tənlikləri quracaq. Tənlikləri qurandan sonra toplayıb hamısını 7-yə bərabər edəcək. Yəni bu tənliklə bilirik ki, T bərabərdir S böl V-dən çıxır. Düsturdan yazırıq. S yuxarıda bizim qət elədiyimiz məsafədir. Yəqin ki, bilirik. Çayın axını ilə 40 gedib. Yəni yuxarıda 40 yazıram. Bölürəm. Çayın axınına qarşı 18 gedib. Üstünə gəlirəm. 18. Buraya yazıram V kater.
Burada yazıram B kater. Deyir ki, çayın axınına qarşı 18 kilometr. Yəni çıxılsın. Çayın hər yerdə sürəti 2-dir. Bura bir dənə 2 qoyaq. Üstə gəlsin, buraya 2 qoyaq. Ümumi buna sərf elədiyi time, yəni zaman 7-dir. Bunu 7-yə bərabər edib katerin sürətini tapırıq, tənlik qaydasında həll edib yazırıq. Yəni motorlu qayıq haqqında, yəni kater məsələləri haqqında danışacağım bu qədərdir. İndi yuxarı gedək bir məhlul məsələlərinə də baxaq. Məhlul məsələləri haqqında belə xüsusi şey yazmamışam. Yollar, üsullar. İndi onları izah edəcəm. Orada da eyni qaydada bəzi diqqət eləyəcəyimiz məqamlar var ki, onlara diqqət eləsək, onları da yazmaq çox asandır. Səhv eləmirəmsə o faiz bölməsində olmalı məhlul məsələlər. Aha, tapdıq. Birinci məhlul məsələlərində qram faizi deyirsə, biz həmişə nəyi tapmalıyıq? Məsələn, tutalım burada 70 qram 30% məhlul verib. Birinci həmişə o məhlulun tərkibində spirt olsun, duz olsun, onun kütləsini tapmalıyıq. Ona görə də faizin hesabı, məsələn 70 qram 30% deyirsə, 70-in 30%-ni tapmaq üçün 70-i 30-a vurub 100-ə bölürük. Tapırıq ki, 21 qram bunun tərkibində nə var? Spirt var. Yerdə qalanı sudur. Və məhlulun, indi burada məsələn suala baxaq, deyir ki, 30% spirt məhlulu ilə spirt məhlulu qarışdırıldıqda alınan qarşıdakı spirtin faizini tapın. Sadədir, easy bir şeydir. Yəni 30 qramında təzədən 20%-ni tapırıq, bir kənara yazaq. 30 qramın 20%-i bizdə 6 eləyəcək. Bu birinci məhlulda, yəni 70 qramda spirtin qramıdır. Bu ikinci 30-da olanın qramıdır. İndi deyir ki, bunları qarışdırırsan. Yəni qarışdırıramsa, bu ümumi qarışıqda, yəni spirtin kütləsi dəyişməyəcək. Qram olaraq 27 qram spirtimiz olacaq qarışıqda. Amma qarışığımızın kütləsi nə qədər olacaq? 70 qram birinci idi, 30 qram da ikinci. Məxrəcə də bir dənə yazırıq onların cəmi, yəni 100-ü. Bunu təzədən vururam 100-ə. Çünki faizlə şeyindir, qarşıdakı faizini tapın. 100-lər gedəcək, cavabımız nə qalacaq? 27 qalacaq. Sadə, asan sualdır. İndi məsələn görüm, burada fərqli nə var məhlul məsələlərindən bağlı. Baxaq, məsələn deyir ki, birinci qabda 25 litr 20% düz məhlul var. Yenə ilk qaydada eləyəcəyimiz şey 25-in tərkibindəki spirtin miqdarını tapmalıdır. Tapırıq ki 5. 25-i 20-yə vurub 100-ə bölürük. Birincidə 5 qram bizim duzumuz var. İkinci qabda isə 40 litr 50%. Yenə ikinci qabda da 40 litrin 50%-ni tapanda bizdə nə qədər eləyəcək? 20, yəni yarısı. 20 qram duz eləyəcək. Deyir ki, birinci qabda olan məhlulun 40%-ni ikinci qaba tökdükdə, ikinci qabda neçə faiz duz məhlulu olar? Aha, indi diqqət edəcəyimiz məqam buradır. Deyir ki, birinci qabda olan məhlulun 40%-ni ikinci qaba tökdükdə, ikinci qabdan neçə faiz duz məhlulu olar? Məhlulun 40%-ni. İndi biz burada nəyi tapırıq? 25-in 40%-ni tapırıq. 25-in 40%-ni tapmaq üçün biz onu şeyə vururuq. 25 vurulsun 40 bölünsün 100. Burada bizə xüsusi bir məqam çatdırılmayıb, qeyd olunmuyor. Məsələn, demir ki, nə bilim, duz tökün, su tökün. Ümumi məhlul deyir. Ona görə də heç eləmirəm. Sadəcə məhlul 25-in 40%-ni tapıram. Məhlulun 40%-ni. 25-in 40%-i bizdə nə qədər eləyəcək? Bu ilə bu gedəcək. 20-yə gedəndə burada 5 qalacaq. Burada 2 qalacaq. 5, 5, 10. 10 eləyəcək 40%. Bu 10 faizi deyir ki, tökün nəyə? İkinci qaba. İkinci qabda 40 litr var idi. Bu 10 litr üstünə gələndə 50 litr eləyəcək. 50 litr eləyəndən sonra yuxarıda da ümumi məhlulunda, yəni duz nə qədər idi? 20 idi. 20 vurulsun 100. Bölünsün. 100-ə vuranda bu ilə bu gedir 2. Cavabım olur nə? 40. Yəni məhlul məsələləri sadədir, amma bir şey deyim ki, məhlul məsələlərində nə bilim, duzu buxarlaşdırma olsun, onu buxarlaşdırma olsun falan filan. Əgər məhlulu buxarlaşdırırsa, məsələn, duz verirsə, məhlulda sadəcə dəyişən duzun kütləsi falan dəyişmir. Çünki duz buxarlaşan bir şey deyil. Duz bildiyimiz, yəni kristal bir şeydir. Onu biz buxarlaşdıra bilmərik. Ona görə də məsələn məhlulu buxarlaşdırırlarsa, daha çox orada məsələn duzun faizi falan artır. Bu məqamlara da diqqət etsəz, məhlul məsələlərini yazmaq asandır. Ki, xüsusi məqamlardır bunlar. Ümumiyyətlə, məsələləri həll edəndə şərti parçalaya-parçalaya həll edin. Yəni, şərtdə mənə nə verib, məndən nə istəyir, mən nə bilirəm. Bu, necə deyim, üsullarla eləyəndə məsələləri həll etmək çox asan olur. İndi, bundan sonraki mövzuda izah videosu şey olacaq. Fırlanma cisimləri olacaq, fırlanma cisimləri izah edəcəm. Yaxınlarda yəqin ki, təzə videolar gələcək. Öz-özü inkişafla bağlı, indi araşdırma edirəm hələ ki. Uzatmaq istəmirəm, sizə yormaq istəmirəm. Fırlanma cisimlərində görüşmək ümidlə, sağ olun, salamat qalın.